Raulu yatışdırdım, sizlərlə söhbətə gəlmişəm. Bu videoda istəyirəm ki, ilk 3 ayımız necə bir xaosla keçmişdi, yuxusuz gecələr necə məni zombiyə çevirmişdi, onlardan danışım. Əgər sən də yuxusuz gecələrdən şikayətlənirsənsə, körpənin yuxusunu bir türlü ritmə sala bilməmisənsə, o zaman doğru yerdəsən. Bu videoda istəyirəm ki, ilk 3 ayımız necə keçmişdi, öz hekayəmi danışım. Mən hansı problemləri yaşadım, necə bir həll yolları tapdım və indiki ağlım olsaydı, Raula yuxu təlimi verdikdən sonra artıq o günlərə qaydanda nələr edərdim, onlar haqqında da danışacağıq və axırda sənə 3 dənə qızıl bir ana məsləhəti deyim, verəcəm ki, onları da öz körpəndə yoxlaya bilərsən. Salam, mən Aytən. Almaniyada həkim işləyirəm, bir övladım var və hal-hazırda analıq məzuniyyətində olduğumdan biraz vaxtım var ki, əlavə mövzularda da sizlərlə öz təcrübələrimi bölüşüm. Əgər videoları qaçırmaq istəmirsənsə, məni həm YouTube'dan, həm də Instagram'dan izləyə bilərsən. İndi isə bizim hekayəmiz necə başladı, ondan danışım. Xəstəxanada, yəni Raul çox narahat idi, çünki südüm az idi və ona tam olaraq çatmırdı. Mən də dirəşmişdim ki, ona ancaq anası da verəcəm. Dirəşmişdim, biraz kobud çıxdı, amma həqiqətən belə idi. İndi düşünürəm ki, bu biraz çox, yəni ananı stresə salan bir vəziyyətdir. İndi olsaydı bunu etməzdim. İkinci gün çox bir katastrofa oldu və həm sinə istəyirdi, həm yatanda, yəni üzüm çəkdim deyərdim. Və ondan sonra bir müddət sinəs idi, hardasa 2-3 həftəsinə qədər. Ondan sonra təzədən ana südünə keçdi. Bu isə tamam fərqli bir temadır. Bu haqda daha sonra danışarım. Strukturlu bir şəkildə söhbətimizə davam edək. Deməli, bizdə əsas problemlər bu idi ki, koliklərimiz var idi və buna qarşı bir çox şeylər etmişdim. Amma masaj ən yaxşı üsul olduğundan gecə yuxulu ancaq körpəmi masaj eləməklə məşğul idim. Dediyim kimi əmizdirmədə bizdə biraz problemli idi. Ona görə ilk həftələr, ilk 2 həftə deyərdim, çox səsli köylü keçmişdi bizdə. Çünki o sinəsi hazırlayana qədər uşaq ağlayırdı. Nəysə də özünüz bilirsiniz. Ona görə İlk 2 həftə ağlamaqlarla keçmişdi, amma ondan sonra artıq süd içdiyinə görə bu ağlamaqlar ümumiyyətcə azaldı. Amma onda da mən yata bilmirdim. Yəni burada anaların problemi həll olunmalıdır. Evdə yaşayan digər insanlarınki yox. Misal üçün düşünürdülər ki, hər şey əladır, uşaq səs çıxartmır, yatır. Amma təbii ki, həmişə süd içdiyinə görə, həmişə yox, indi 1 saatdan bir, 2 saatdan bir mənim yuxum pozulurdu, məndən yuxuya qayıda bilmirdim. Yəni belə bir vəziyyət var idi. Sonra nə deyərdim? Burada mənim digər problemim odur ki, bəzi qadınlar, bəzi analar süd içərkən uşaq da onlara yuxu gəlir. Hormonal olaraq əslində ana da süd verəndə anaya da yuxu gəlir. Amma məndə elə deyil idi. İnanmayacaqsınız, amma yəni Möhtəşəm Yüzyıla kim baxıbsa, orada Xədicəni xatırlayar, Süleymanın bacısı, onun bir kadrı var idi. İlk uşağını o cümlə itirmişdi, hansı ki süd verərkən, əmizdirərkən qucağında yuxuya qalmışdı və uşağı boğaraq öldürmüşdü. Nədənsə həmişə ilk ana olmaq travmaları. O kadr yadıma düşürdü, yuxum qaçırdı, stresə düşürdüm və uşağı təzədən beşiyinə qoyurdum, yatmağa çalışırdım. Təbii ki, bəzən alınırdı, bəzən təzədən götürmək, qoymaq, yəni belə davam edirdi. Gün ərzində isə tam xaos idi. Gün ərzində bilinmirdi ki, bəzən çox yatırdı, düzdür, amma o ərəfədə də biz bilmirdik ki, çox yatacaq. Ya dincəlməklə məşğul idik, ya nə bilim, nəsə bir iş görürdük, amma deyim ki, bilirdik ki, 2 saat, 3 saat bu yatacaq, biz nəsə bir işimizi görək və yaxud da uzanım belə rahat şəkildə yatım. Yox, yəni ancaq ağlımda idi ki, indi duracaq. Yəni günlərimiz belə keçirdi. Düzdür, mənim anam buradaydı, köməklik eləyirdi mənə, amma anamla da olsam da çətin olurdu, xaos keçirdi yəni. Mənim duyğularıma gələndə isə, yəni bu günləri sizə necə deyim, sizinlə birlikdə xatırlasam, belə yadımda qalıb ki, çox plansız idim. Instagramda, sosial mediada çoxlu videolar qabağıma çıxırdı ki, yəni hətta ikiz anaları körpələri çox balacadır, çoxlu videolar, kontentlər düzəldirlər, videolar paylaşırlar, yəni özləri çox gözəl görsənir. Mən də Instagramda bir aktiv səhifəm var, blogerəm. Amma blogum var.
Ona görə düşünürdüm ki, yox da nəsə düz getmir. Mən niyə belə xaos içindəyəm? Toxumağı öyrənirdim. Ondan uşaqdan qabaq aktiv bir şəkildə tələbələrim falan var idi. Ona belə, yəni hər şeyi digitallaşdırsam da ona belə vaxtım olmurdu ki, insanlarla danışım və yaxud da yeni bir nəsə bir toxuyum. Hətta arala belə heç bir şey çatdırmamışdım toxumağa. İndi fikirləşirəm, uşaq yatırdı, mən nə işlə məşğul idim. Nəysə. Yəni duyğularım belə idi ki, çox plansız idim, xaos idi və mən uşaqların 40 gününü çox sevirəm. 40 gündən ləzzət ala bilmirdim. Amma mən nəyə yetmədim? Qərar verdim ki, bir neçə həftədən sonra idi bu. Yəni özümə təzyiqləmirəm. Necəsə elə yaşamağa çalışacağam və uşağı yalnız müşahidə edəcəm. Müşahidə edeyim görüm bu uşaq nə istəyir. Necə daha rahatdır ona, necə özünü daha xoşbəxt hiss eləyir. Və başladım müşahidə eləməyə. Müşahidələrin nəticəsində gördüm ki, saat 11-dən 2-3, yəni 2 daha çox. Bu ərəfədə onun dərin yuxu fazası var. Sonradan oxuyanda bir çox uşaqda belədir. Yəni siz də körpənizə bir diqqətlə baxın, bir müşahidə eləyin, görün hansı saatlarda uşaq yatır. Mən bunu hardan bildim? Ətrafında bir neçə nəfərdən soruşdum. Hansı ki yuxu problemləri var idi. Deyəndə ki, 11-2 arası falan Ral yaxşıdır yatır. Dedi ki, bizim uşağımız dostu o vaxtlarda yatır da. Yəni analar onu bilmədən bilmirdilər, belə deyim. Çox ətrafında olanlar və o saatlardan düzgün istifadə etmirdilər. Mən onu artıq biləndən sonra bildim ki, bu vaxtda Ral yatacaq və mən də uzanırdım, heç bir şey eləmirdim. Ondan qabaq çox sakit bir ritual yaradırdım özümə ki, ritual deyəndə eləmirəm. Diş fırçalamaq olsa belə şeydir. Yata bilim, yuxuya tez keçim. Ondan sonra yay vaxtı idi və havalar çox isti idi. Ona görə biz biraz gec çıxırdıq həyətə. Almaniyada bilirsiniz ki, havalarda biraz gec qaralır. Ona görə rahat bir şəkildə çıxa bilirdik. Saat hardasa 8-də, 9-da qayıdırdıq evə və bu vaxtlarda baxırdım ki, Raul durmur. Yəni duranda da ancaq süd istəyirdi, içirdi və təzədən yatırdı. Belə 2 gün, 3 gün, bir həftə dedim, aha, bu uşaq deyəsən nəsə var. Ondan sonra mənə çatdı ki, artıq dərin yuxu fazası qabağa çəkilib və saat 8-dən 9-dan sonra Raul yata bilir. Yəni təbii ki, körpədir, yeni doğulmuşdu. Bu hardasa 3-cü həftədən sonra deyərdim. 3-cü, 4-cü həftədən sonra alınmışdı deyərdim. Yəni körpədir, süd üçün təbii ki duracaq, amma söhbət ondan gedir ki, ondan sonra rahat bir şəkildə, heç bir sancısı olmadan yuxuya qayıdırdı. Yəni bu hardasa 5 saat, 6 saat, yəni qızıl saatlar idi. O ərəfədə mən bəzən yatırdım, bəzi işlərimi həll edirdim. Yəni o mənim üçün çox böyük bir plus olmuşdu. Siz də yoxlayın, bəlkə övladınızda işə yarayar. Yəni gecələrimiz bu şəkildə ən azından 5-6 saatlıq bir dərin yuxu fazası tapa bildim. Təbii ki, ondan sonra, 4-dən sonra yenə də problemlərimiz olurdu, koliklərimiz olurdu. Bu hardasa bizdə 2 ay, yarım falan davam elədi. Yəni gün ərzində də tam olaraq ritmimiz yox. Bu 3 ay mənə nə öyrətdi? Ritm tutmaq çox çətindir körpə ilə yeni doğulmuşdan. Çünki ilk 3 ay onun elə bil ki 4-cü trimestr kimi gedir və hələ də özünü ana bətnində hiss edir. Ona görə nə qədər çox onu qucaqlasanız, əzizləsəniz, sevsəniz, sonraki aylar daha rahat olar. Bunu təkcə mən demirəm. Bunu kitablar deyir, bunu statistikalar deyir. Çıxardığım dərslər oldu ki, ritmə salmaq çox çətindir uşağı. Ona görə onun ritmini tutmaq, onu müşahidə etmək və bu ritmə uyğun şəkildə özünü uyğunlaşdırmaq, hətta evdəkiləri də uyğunlaşdırmaq lazım. Əgər sən də hazırda bu dövrdə yaşayırsansa, yəni heç bir şeyi səhv eləmirsən. Çünki hər bir uşaq, hər bir körpə individualdır. Mənim problemim başqasının problemi olmaya bilər. Amma demək olar ki, aşağı-yuxarı hər kəsdə bunlar olur, körpə vaxtlar. Amma indiki ağlım olsaydı, bu 3 şeyi mütləq şəkildə yoxlayardım. Birincisi, axşam rituallarımız olardı. İndi var, hansı ki aylarla. Hal-hazırda bu arada Raul 9 aylıqdır. Mən öz keçmişimi sizinlə danışıram. Axşam ritualımız olardı. Bu ritual yəni hər kəsdə fərqli ola bilər. Yəqin ki, sizlər də araşdırmısınız. Yəni 5 dəqiqə, 10 dəqiqə sadəcə həmişə elədiyim bir şey olardı. İndi fikirləşirəm ki, 8-9-da yatırdısa, yəni elə bir şansım var idi, bunu yoxlaya bilərdim. İkincisi, yatış şəkli. Məndə sinədə yatırdı Raul, sonra mamada yellənərək, qucağında yellədərək yatırdı, bəzən havada yatırdı, kresqada yatırdı. Yəni bir yatış şəklimiz yox idi. Onu mütləq düzəldərdim və gecə yuxusuna getməmişdən əvvəl qazın çıxartmağa çalışardım. Təbii ki, üst qazından gəlməkdən söhbət gedir.
onu yoxlayırdım və realda çox çətin idi. Demək olar çıxmırdı və bu ona kolik kimi yəqin ki gəlib. Amma yenə də yoxlayardım. Yuxusu qaçmağına baxmayaraq, sonra onu yarı yuxulu şəkildə yatağına qoyardım, beşiyinə qoyardım. Çünki bu da bir püf noktadır ki, Türklər demiş, uşağı yarı yuxulu şəkildə yerinə qoyanda beşiyinə öyrəşmiş olur. Yəni burada söhbət ondan getmir ki, uşağı özündən ayırırsan və s. yox, sadəcə yoxlayardım görüm nə göstərir, yəni realını xoşlayırmı? Yəni indi düşünürəm də ona heç bir şans verməmişəm ki, beşiyində bir ola bilsin biraz mızıldadı falan. Biraz belə gözləyərdim, müşahidə edərdim ondakı, yəni nə reaksiya verir də bu uşaq. Onu mütləq düzəldərdim. 3 oldu səhv eləmirəmsə. Okay. Yəni bir daha konkretləşdirmək lazım olsa, akşam ritualımız olardı, yatış tərzi sabit olardı və əgər beşiyə o vaxtdan öyrəşdirmək istəyiriksə, yarı yuxulu şəkildə yavaş-yavaş ağlatmadan və yaxud da biraz mızıldamağını belə müşahidə edərək ki, o onda nə istəyir və sənin bəbişin neçə həftəlikdir, necə bir problemlər yaşayırsan və yaxud da nələr sənə kömək olur, bunu məndən kommentarlarda paylaşa bilərsən. Əgər videonu faydalı hesab etdinsə, abunə olub, videonu bəyənməyi unutma. Gələn videoda isə Raulun 4 aylıq at haqqından, mənim çarəsizliyimdən və yuxu təlimi ilə ilk tanışlığımdan danışacağıq. Necə deyərlər sənə körpənlə şirin yuxular.